Cəlilabad rayonunda baş vermiş dəhşətli qəzada biri azyaşlı olmaqla 2 nəfər dünyasını dəyişib. Hadisə Ələt-Astara magistral yolunun 116-cı kilometrinin Cəlilabad rayonundan keçən hissəsində baş verib. Sumqayıt şəhər sakini 1974-cü il təvəllüdlü Mahmudov Ziya Mirhicazoğlu idarə etdiyi Mercedes markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü və adı hələlik məlum olmayan bir azyaşlı uşaq dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər Masallı rayon sakinləri 11 yaşlı Əkbərov Nihat Tehranoğlu və 44 yaşlı Mahmudov Şahin Mirhicazoğlu müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə yaralılardan azyaşlı Nihat Əkbərovun vəziyyəti ağır olduğu üçün paytaxta gətirilib. İlkin ehtimala görə qəzaya sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır. Şəmsdən Fikrətli, Rəhman Məlikov, Dünya TV.